Salam, xoş gördük hörmətli abituriyentlər. Növbəti xəritə izahlı videomuzun izahına başlayıram. Deməli, xəritədə iştiqlənmiş ərazini, yəni bu ərazi nəzərdə tutulur. 8-ci əsr tarixinə aid xüsusiyyətləri müəyyən edin. Biz əvvəlcə, həmişə qeyd etmişdim ki, biz əvvəl vəsaitdə bu ərazini təyin etməliyik. 8-ci əsr nəzərdə tutanda, deməli, 711-ci ildə ərəblər bu ərazini, Pirine yarımadasını İspaniyanın özlərinə asılı vəziyyətdə salmışdır. Diqqət eləyək testin şərtlərinə. Attilanın yürüşlərinə məruz qalıb. Xeyr, bu dövrdə Attila Hun dövləti süquta uğurlamışdır. İslam dini yayıldığı ilk ərazi olmuşdur. Xeyr, bu ərazi deyil. İslam dini ilk dəfə olaraq Məkkə, Mədinədə yaranmış və o ərazilərdə də yayılmışdır. Əbu Müslimin başçılığı ilə xilafətə qarşı üsyan bu Mərkəzi Asiyadır. Frank hökmdarı Xildovik tərəfindən ələ keçirilmişdir. Frank hökmdarı Xildovik 500-cü ildə dövləti yaratmışdır. Ancaq 8-ci əsrdə deyil də, bu 5-ci əsrə aiddir. Xildovikin hakimiyyət illəri. Yəni 500-cü ildən başlayır. Burada xəritənin testin cavabı E variantıdır. Ərəblər tərəfindən işğal edilmişdir.